Bir vaxtlar Azərbaycan kiçik xanlıqlara parçalanmışdı. Qonşu dövlətlər torpaqlarımıza göz dikmişdi. Xanlar isə bir araya gəlib qərar vermək istəyirlər. Şirvanbeylilik tarixinin əzəmətli Şirvanşahların yurdudur. Müzakirəyə ehtiyac yoxdur. Hamımız mənimlə birləşməlisiniz. Bu baxanlığı dəfələrlə düşməndən müdafiə etmişəm. Mənim qılıcım kəsəklidir. Siz bu baxanlıqla birləşməlisiniz. Yüzillər əvvəl Naxçıvan qüdrətli Azərbaycan dövlətinin Atabəylər dövlətinin paytaxtı oldu. Mənim xanımım Atabəyinin bütün xanımlar mənimlə birləşməlidir. Bakı xanlığı güclüdür. Əgər siz Bakı xanlığı ilə birləşsəniz, daha da güclü olarsınız. Mən hamınızı Keçi xanlığına birləşməyə çağırıram. Əgər mənimlə birləşsəniz, hamınız güclü olarıq. Əgər birləşməsəniz, hamımız zəif olarıq. Siz Roman xanlığına birləşsəniz, düşmənlər bizə qalib gələ bilməz. Hər kəs mən dedi. Amma biz deyən olmadı. Xanlar razılığa gələ bilmədilər. Hər kəs yalnız özünü düşündü. Məmməd Araz demişkən, mən dedi bir ölkədə nə qədər xan, onlar mən deyən yerdə sən olmadın Azərbaycan. İlk başa düşdük ki, birlik ən böyük güc